Görək. Asim Hərəmov. Gəl gör mahnısı. Birinci yoxlayaq, sonra baxaq. Görək hardadır mahnının tonu. Mən mi eşidirəm? Saxlayırıq. Deməli, mahnı si minor, mi minor olaraq gedən mahnıdır. Bu mahnının, yəni bu da sadə P, I, M, A, M, I, M belə də göstərim. Sadə. Mən bu sənsiz qaranlıq otaqda. Əslində burada islanır göz yaşımdan varaqda. Xoşbəxt yaşa sən təki bu haqda düşünmə. Açaq görək necə oxuyur. Çox sadə bu da. Yəni, buradan mən bu sənsiz qaranlıq otaqda islanır göz yaşımdan varaqda. Xoşbəxt yaşa sən təki bu haqda düşünmə. Və falsetada yanımda ol, varlığın hissedim duyum mən. Məst olum gül qoxundan uyum mən. İstərəm çiynine baş qoyum mən ölüncən. Gəl gör, üzür məni bu tənhalıq necə. Gəl gör, bir mənəm bir də qaranlıq gecə. Gəl gör, çox şey ki istəmirəm sadəcə. Gəl gör, gör. Burada da qutara bilərsiniz. Gəl gör, üzür məni bu tənhalıq necə. Gəl gör, bir mənəm bir də qaranlıq gecə. Gəl gör, çox şey ki istəmirəm sadəcə. Gəl gör. Do majorla da qutara bilər, çünki segah daha çox yaxın tondadır. Yəni alternativ tonika olaraq do majorda qutara bilər. Bu mahnıda keçdiyimizi zənn edirəm, çünki rahat mahnıdır. Yəni